Niyə bir gözün açıqdır, o biri bağlı? Gizli nəsə deyirmiş kimi ətrafa baxandan sonra pıçıldadım. Birini işlədirəm ki, köhnələndə digərini işlədim. Bu səfər ürəkdən, lap bərkdən güldü. Nə gözəl gülüş idi. Lap yaxından kişi səsi gəldi. Buradasan, ay decəl. Balaca Zena, ata, deyə qışqırıb qaçaraq üstünə getdi. O da bir anın içində onun qucağına aldı. Üzü gündən qaralmış, 30 yaşlarındakı Jinjak mənə yaxınlaşdı. Qısa qara saçı, qısa saqqalı və güləndə görünən ağ dişləri harmoniya təşkil edirdi. Qız qucağında onun yaxasını oynadırdı. Kişi ehtiramla dedi. Sizi narahat elədisə bağışlayın. Heç belə gözəllikdən narahat olmaq olar. Zena utanıb tez atasının boynunu qucaqladı. Mən də, atası da güldük. Pune dilində yaxşı danışır, dedi. Elədir, mən də, anası da puneliyik. Bütün qohumlarımız da punedədir. Kron dilini zorla öyrənmişəm. Amma Zena məndən yaxşı bilir. Gördüyünüz kimi, adı da Zena xanımın adıdır. Kron adı. Zena atasının boynunu buraxıb mənə baxdı. Mən gülümsəyən kimi gülüb tez atasını qucaqladı. Jinjak, icazənizlə biz gedək, dedi. Sözünü qurtarmamış, Özbemin uca səsi eşidildi. Sən də bu qatillə qalacaqsan, Jinjak? Körpəni körpə öldürən üçün tək qoyacaqsan? Zena dönüb qorxu dolu gözlərlə mənə baxdı. Ürəyimə ağırlıq çökdü. Məndən qorxmuşdu. Yoxsa daha mənə baxıb gülümsəməyəcəkdi? Yoxsa daha mənimlə danışmayacaqdı? Heç belə körpəni qorxutmaq olardı. Etiraz da edə bilmədim. Özbem haqlı idi. Amma kaş burada deməzdi. Başımı aşağı salanda Zena atasını bərkdən qucaqladı. Amma bu səfər qorxudan. Yer yarılsa içinə girərdim. Jinjak sərt səslə dedi. Özbəm, Fagılın oğlu. Xalq sənin keçmiş eyiblərini gizlədir ki, onun yaratdıqlarının keçmiş eyiblərini açasan. Unutma. Kim bağışlanıbsa heç etməmiş kimidir. Özbem çiyinlərini çəkdi. Amma eləyib. And olsun canıma, çox pisliklər eləyib. Məsələn, elə bugün atanı oğula, bacını qardaşa düşmən elədi. Jinjak'ın sözləri daha sərt səsləndi. Ataya qılınc çəkən oğul sənsən. Ata oğulla vuruşmasın deyə təslim olan isə zumğeq edir. Atasını qoruyan eltığına qılınc çəkən sənsən. Eltığına döyüşməməyi üçün təslim ol deyən zumğeqe. Qəbilədə qalıb üstünlə döyüşmək yerinə döyüşçülərini özünlə aparırsan. Təriqəti bölən sənsən. Özbem dişlərini sıxıb aşağı tonla dedi. Cəsarətlisən Jinjak, amma unutma ki, qızın da, xanımın da mənimlə gedəcək. Jinjak dəhşətə gəlmiş kimi soruşdu. Mənə hədə qorxu gəlirsən? Zena hıçqırdı. Atasının qəzəblənməyindən qorxmuş, onu möhkəm qucaqlayıb astaca ağlayırdı. Özbem, bəli, gəlirəm. Jinjak isə daha ona qulaq asmır, Zenanın üz gözündən öpüb sakitləşdirməyə çalışırdı. Özbem, Jinjak'ın qulaq asmadığını görüb əsəbləşdi. Çənəsindən tutub özünə tərəf döndərdi. Sənin yaxşılığın üçün deyirəm, bizimlə gəlməsən, qızın da, xanımın da gələ bilməz. Jinjak başını qeyzlə çəkdi. Nəsə demək istəyəndə iltığının səsi gəldi. Anam deyir ki, doğransa da, bu qədər müddət zümğeğini gözləyib, nəhayət gələndə ona xəyanət edənlərlə birlikdə getməz. Özbem yumruğunu sıxdı. Sənin də həddini bildirmək lazımdır, iltığın.
Canavar yaxınlaşanda tükləri biz duran insan kimi olduq. İlon bizə tərəf gəlirdi. Qara çəkdiyi gözlərini İzbemə zilləmişdi. İzbem isə donub qalmışdı. İlon: "Həddini aşan varsa, o da Zümrüd'nin qarşısında yumruq sıxan Ferrari'dir." Bu sözlər yavaşca deyilmişdi. Amma kifayət qədər ürpərdici idi. İzbem onun təsirindən çıxıb nəsə demək istədi. İlon gözlərinin içinə baxa-baxa başını təhditkar şəkildə azacıq yanaydı. İzbem başını silkələyib iti addımlarla uzaqlaşdı. Zenanın isə ölündən xəbəri yox idi. Zəhmi də basmamışdı. Yavaşca dediyi sözləri eşitdim. "Ata, Zümrüd doğrudan körpələri öldürür." Ona İlon cavab verdi. "Körpələri öldürənləri öldürür." Zena dönüb İlona baxdı. İlon necə etdisə, birdən-birə bütün zəhmi dağıldı. Üzünə təbəssüm qondu. Kaş görəydiniz, belə ciddi adama təbəssüm necə yaraşır. Hələ Zenaya göz də vurdu. Zena yavaşca güldü. Jinjak dilxor olmuşdu. İcazə istəyib aralandı. Yavaş addımlarla uzaqlaşanda balaca Zena atasının çiyninin üstündən balaca əli ilə ülünlə mənə əl eləyib güldü. Çox şükür, ürəyim yerinə gəldi. İltiqin dərindən nəfəs aldı. Qardaşımın adına üzr istəyirəm. Anamı da razı sala bilmirəm. İzbem də onunla getməyənlərin ailəsini aparmaqdan imtina edir. Nə etməliyik? Qoy İzbem və tərəfdarlar getsin, dedim. Qalan döyüşçülərdən seçərik. İzbemin aparmadığı ailələri müşayiət edərlər. İzbem hədə-qorxu və vədlərlə sayımızı azaldır. Mən də belə eləməyə başlayacağım. Yox, biz sadəcə susacağıq. Kənar təsirlə qalan döyüşçüləri istəmirəm. Belələri kənar təsirlə də bizdən üz çevirərlər. Ölən dedi. Əmrini gözləyirik. Zümrüd, nə desən odur. Ölənün zəhmi yenə qayıtmışdı. Şəfəqdə danışarıq, dedim. Ölən yumruqlarını sinəsində çarpazlayıb uzaqlaşdı. İltiqin də düşüncəli halda başqa tərəfə getdi. Mən yoxmuşam kimi, heç nə demədən. Yenə çadırların arası ilə addımlamağa başladım. Qarşıma qoca bir kişi çıxdı. Söylənə-söylənə bağlamaları arabaya yükləməyə çalışırdı. Məni görmürdü. Kron dilində danışır, heç xoşbəxt görünmürdü. Bu nə dilində dedim. Qoyun kömək edib. Təlaşla mənə tərəf döndü. Deyəsən, dediklərini anladığımdan qorxdu. Çaşqınlıqla dedi. Yalvarıram, yükümü zay eləmə. Mən qocayam. Qalmağımın sənə faydası yoxdur. Getməyinizə etirazım yoxdur. Kömək eləmək istəyirəm. Bağlamaları arabaya yükləməyə başladım. Qoca şübhəli nəzərlərlə məni süzüb yerdə oturdu. Üstün deyəsən elə sənsən. Ağır bağlamanı arabaya atıb nəfəsimi dərdim. Tərimi silib üzünə baxdım. Davam elədi. Düz deyirəm. Zümrüd İzbemdir. Sən də üstün. Səni yaxşıca gəbərdəcəkdi. Şər qüvvənin cəlladı Ülön gəlib qoymadı. Ölönün insan olmadığını uşaq da düşünər. Baxışı belə ürəyi titrədir. Sən isə daha qəribəsən. Üstün. İşlərindən baş açmaq olmur. Bu bağlamaları da kim bilir niyə arabaya yükləyirsən. Cavab vermədim. Yerdə qalan bağlamaları yükləməklə məşğul idim. Qoca davam elədi. Məlun, heyf ki qorxağam, qocayam, gücüm çatmır. Səni burada öldürərdim. Xalq sac qənimin olsun. Alovun yetirməsi, bəlkə də alov sənin yetirməndir. Kaş o biri gözün də töküləydi. Öksürdü. Lənət sənə. İzbimə də qoşulmayacam. Sən onları da məhv edəcəksən. Daha möhkəm öksürdü. Gücüm olsa səni xəncərləyib qaçardım.
Deyəsən xaxsac da qocalıb. Axı niyə səni külə döndərmir? Öskürəkdən az qala boğulurdu. Lənət sənə, çək əlini, toxunma əşyalarıma. Axı niyə sənə icazə verdim? Rədd ol. Cəmi 2-3 yüngül şey qalmışdı. Heç nə demədən, yağdırdığı lənətə fikir vermədən uzaqlaşdım. Meşənin ortasında olduğumdan mənə elə gəlirdi, hava qaralıb, amma gün hələ batmamışdı. Qabağıma kənarları səliqə ilə hörülmüş quyu çıxdı. Əl üzümü yudum. Boynumun tərini yaş əlimlə sildim. Fağılın qızı Zenanın səsi gəldi.